İbrahimov İmamverdi Şahbazoğlu Sabirabadda itkin düşübdü dostlar. İmamverdi bəyin oğlu telefon xəttindədir. Xoş gördük sizi. Salam. Martın 3'ü tezdəndən xəstəxanaya aparıb, yəni iğnəsini almağa aparmışdım. Mən də işə gedəcəkdim. Apardım, saldım xəstəxanaya, çıxdım, getdim. Hansı xəstəlikdən müalicə olunurdu? Şəkər xəstəliyidir. Günorta evi yığdım, xəstəydi. Dedim, papam gəlib evi. Dedi, yox, gəlməyib, yatmalıydı. Axşam sağı yenə zəng edim, dedi, gəlməyib. Gəldim xəstəxanaya, gördüm, yoxdur. Bibimgil orada, o xəstəxanada işləyirdi. Onlarla əlaqə saxladı. Dedi, saat 11-12 arası çıxıb buradan, günortaya yaxında, yəni 11-dən 12 arası oldu. Yəni onun hər hansı oldu. bir psixoloji problemi filanı yox idi da? Yox, belə yəni Yəni normal daha insan. öncələr evə getsin, unutqanlıq, yaddaş problemi olub, geri qayıtmasın. Belə bir şey. İndiyəcən Xoşqədəm xanım olmuyor belə bir şey. Yəni heç incidən adam da deyir. Yəni mən indiyəcən o şey... Təşəkkür edirəm.